Bugün Rəşad olmadıqda səncə meyxanada bir sütun var? Rəşad o ortada olan böyük sütunlardan biriydi. Yan yörəsindədir qardaşlar, Allah gedənlərə rəhmət eylesin. O ki o laxladı, indi şükür Allah'a laxlayıb belə dayanıb. O sütunlar bərpa olar, olmaz sual altında. Amma başqa evlər tikilib ki, o cavanlar tikdiyi evlər, orada da var sütunlar. O adamma olmaz da maşallah patron kimidirlər. Yəni sən özü xil edərsən, görürsün, ləzzət. Salam dəyərli izləyicilər. Bildiyiniz kimi Miray balamız 4 aydan çoxdur ki, müalicə alır. Artıq son prosedurlara gəlib çatmışıq, amma gücümüz çatmır. Çünki əlimizdə olan bütün imkanlardan istifadə eləmişik, borclar getmişik. Artıq borclar da tapa bilmirik. Çox çarəsiz durumdayıq. Cəmi 3600 manat pul lazımdır. Hər birinizdən bu körpə balamız üçün dəstək olmağı rica edirəm. Heç bir yaxşılıq əvəzsiz qalmaz. Allah hər şeyi görür. İnşallah 1000 qatını sizə yetirər. Allah rızası üçün ekranda gördüyünüz bank hesabına gücünüz çatan qədər, səxavətiniz yol verən qədər dəstək olun. Allah heç kimə övlad acısı yaşatmasın, heç kimə çarəsiz qoymasın. Bütün xəstələrə şəfa versin inşallah. Bizim balamız da onun içində. Ümid edirəm ki, dəstək olacaqsınız. Göydə Allaha, yerdə sizə güvənirəm. Dəstəyinizi əsirgəməyin.